Deməli, uşaqlar ən çox 9-cu sinifə düşüb və uşaqların yaza bilmədiyi bu tip tapşırıqlardır. Kök altı tapşırıqlardır. Biz bilirik ki, kökdən çıxmaq üçün kökün içərisində nəyinsə kvadratı olmalıdır. Bunu da tapmaq üçün 4 kökdüyü parçalayırıq. Yəni, onu biz 2 misil kimi düşünürük. Yəni, biz burada A çıx B-nin mötərizə kvadratına gətirməyi araşdırırıq. A kvadrat çıx 2AB plus B kvadratı olmalıdır. Bunu araşdırsaq, burada olacaq bizdə bu 2 mislidir. Deməli, A-sı 2-dir, B-si kökdə 3. Onda biz kökün içərisində 2 çıx kökdə 3-ün mötərizə kvadratını rahatlıqla yaza bilərik. Bunu yazdıqsa artıq kökdən özü çıxacaq. Yəni, kök altına kənarda 2 vur var. Buradan da 2 vur, 2 çıx kökdə 3 oldu. Plus kənarda da 7 çıx kökdə 3. Davam eləsək, 2-yə vursaq, 4 çıxılsın 2 kökdə 3. Üstə gəlsin 7 çıx kökdə 3. Bu isə təzədən kökdə 3 minus 1-in mötərizə kvadratıdır. 2 misli buradan artıq görürük. Buradan isə bizdə kök çıxacaq. Kökdə 3 minus 1. Üstə gəlsin 7 çıx kökdə 3. Kökdə 3-lərimiz gedir. Qalır 7 çıx 1, yəni cavab olacaq 6. Easy.